uşaqlar, bu günləri biz 2025-ci ilin nəşri 1-ci hissədən 41-ci sualın Avogadro qanunundan səhifəsini yazaq. Qazların maddə miqdarı Avogadro qanunu bölməsindən səhifə 27-dən 41-ci sualı yazırıq. Əslində 41-i biz canlıda çəkmişik, amma yenidən yenə video şəklində yazıram ki, ardıcıl olaraq bu videoları, yəni başdan axıra qədər yerləşdirə bilək bu videoları burada. İnşallah, yəqin ki, yerləşdirərik. Burada 41-ci sualda deyir ki, belə bir qablar yazıb. 2 dənə qab verilib. Qabın birində 1,5 mol etan qazıdır və qabın birində 1,5 molda naməlum qazdır. Naməlum qazı X-la işarə ediblər. Bir dənə də belə bir qab verilib və bu qabın içərisində 3 mol metan qazı var. Sual belədir uşaqlar. Bərabər həcmə malik olan birinci və ikinci qab. Birinci qabın həcmi bərabərdir ikinci qabın həcminə. Yəni tutumu, həcm deyəndə nəzərdə tutur, içərisidə, yəni daxili tutumu. Birinci və ikinci qabın bərabər həcmə malik birinci və ikinci qablarda eyni şəraitdə olan qazların kütlələri bərabərdir. Eyni şəraitdə birinci qabdakı qazın kütləsi ikinci qabdakı qazın kütləsinə bərabərdir. Və bizə deyir ki, X qazı birinci qabda naməlum qazın molar kütləsini müəyyən edin. X qazının molar kütləsini müəyyən edin. Kütlənin belə bir düsturu var uşaqlar. Kütlə kiçik m-lə işarə olunur. Kiçik m bərabərdir. Nü maddə miqdarı vurulsun molar kütlə. Birinci qabda 2 dənə qaz var. Qazın biri 1,5 moldur. Mol maddə miqdarıdır. Vururuq etanın necə kütləsinə, molar kütləsinə. Bu birinci qazın kütləsi və üzərinə həmin qabda 1,5 mol vururuq. Vurmaq işarəsi naməlum qazın necə kütləsinə, molar kütləsinə. Bu birinci qabda olan 2 qazın kütləsidir. Birinci qabda 2 qaz var. Qazın biri etan qazıdır, alkanların homoloji sırasının ikinci nümayəndəsidir və biri də naməlum X qazıdır. Bunların kütlələrinin cəmi digər ikinci qabdakı qaz isə 3 moldur. 3 molun maddə miqdarıdır. Vururuq həmin qaz metan qazıdır, metanın molar kütləsinə. Bu da uşaqlar ikinci qabdakı qazın kütləsidir və birinci qabdakı qazın kütləsi ikinci qabdakı qazın kütləsinə bərabər edilir. Birinci qabda 1,5 vurmaq, etanın molar kütləsi 30-dur. 30 hardan gəlir? Molar kütlə etan. Orada verib, amma bir daha siz üçün hesablayıram. Etanın molar kütləsi 30 qram bölünsün moldur. Digər qaz birinci qabda 1,5 mol vurmaq molar kütlə X qazı. 1,5 mol bu birinci qabın kütləsidir. İkinci qabda o da bərabərdir. İkinci qabın kütləsi birinci qabdakı qazların kütləsidir. İkinci qabda qazların kütləsi isə 3 vurmaq metanın molar kütləsi, alkanların birinci nümayəndəsi, o da 16 qram bölünsün mol oldu. Deməli, buradan tənlik alınır. 1,5-i 30-a vuranda 1,5-in yerinə nə yazmaq olar? 3 vurmaq, 3 bölmək daha doğrusu 2, vurmaq 30. 30-la da 2 gedir 15. 15-i 3-ə vuranda buraya yazırıq 45. Plus 1,5 vurmaq. X qazının molar kütləsini X-la işarə edilir. O da bərabərdir 3-ü 16-ya vuranda 48-ə. 1,5X da bərabərdir. Tənlik halında yazırıq. 1,5X bərabərdir 48, çıxmaq 45. 1,5X bərabərdir 3-ə, X da bərabərdir 3-ü böldü 1,5-ə. O da bərabərdir vergülü atırıq 30 bölmək 15. X qazının molar kütləsi 2-dir. Cavab oldu 2, D bəndi. Naməlum qazın molar kütləsi 2 oldu. Molar kütləsi 2 olan qaz hansı qazdır? Molar kütləsi 2 olan qaz X qazı hidrogen qazıdır, ən yüngül qazdır. Yəni bu qazın molar kütləsi 2 qram bölünsün moldur. 42-ci suala. Deməli 41-in cavabı oldu D bəndi. 41 D bəndi. 42-ci sualda nə deyir uşaqlar? Hansı maddənin 1 litrinin normal şəraitdə kütləsi azdır?
Bəndlərdə hamısı qazlar verilib. O qazın 1 litrinin kütləsi azdır ki, o qazın molar kütləsi kiçikdir. Ona görə ki, istənilən qazın 1 litrinin kütləsini müəyyən etmək istəyirsə, normal şəraitdə 1 litrin kütləsini müəyyən etmək üçün həmin qazın necə kütləsini, molar kütləsini bölürük. Qazların molar həcmi 22,4 litrə. 1 litrin kütləsi daha az olsun deyəndə, daha azdır deyəndə, daha azdır. Onda həmin qazın, məlum qazın necə kütləsi kiçik olmalıdır? Molar kütləsi. A bəndində dəm qazı verilib. Dəm qazının molar kütləsi 28 qram bölünsün moldur. B bəndində karbon qazı verilib. Bu dəm qazıdır. Karbon qazı, karbon 4 oksidi, karbon dioksid, karbon qazının molar kütləsi 44 qram bölünsün moldur. Ona görə ki, bu 12, bu da 16, bu 12, 16'yı vurduq 2'yə 32, cəmləyəndə 44. Sonra emiri ən az olan qaz C bəndindədir. Cavab C bəndidir, hidrogendir. Hidrogenin molar kütləsi 2 qram bölünsün moldur. Onun 1 litrinin kütləsi daha azdır. D bəndini niyə götürmək olmaz? D bəndində orada ozon qazı var. Ozon qazının molar kütləsi bəli 48 qram bölünsün nə oldu? Mol. O da yenə 1 litrin kütləsi çox olacaq və Y bəndində də oksigen qazı var. Ozon və oksigen elementinin allotropik nə idi? Şəkil dəyişməsi 32 qram bölünsün moldur. Oksigen 2 dənə allotropik şəkil dəyişməsi var. Biri oksigendir, biri də nədir? Ozon, oksigen elementinin. 1 litrinin kütləsi daha az olan qaz ən yüngül qaz hidrogen qazıdır. Cavab nə bənd oldu? C bəndi. Keçirik növbəti suala. Növbəti sual 43-cü sualdır. 43-cü sual eyni 42-ci sual kimidir. Orada nə deyir? Deyir ki, hansı maddənin 1 litri, yenə də 1 litrinin kütləsi normal şəraitdə daha çoxdur deyir. Çoxdur, bəli. Çoxdur deyəndə emiri çox olan qaz. Orada da yenə qazlardır. Ümumiyyətlə istənilən qazın 1 litrinin kütləsini müəyyən etmək istəyiriksə, bir də təkrar edirəm. Normal şəraitdə 1 litrin kütləsi müəyyən etdiyimiz qazı molar kütləsini, naməlum qazın necə kütləsini, molar kütləsini bölməliyik necə həcmə, molar həcmə. Bizə deyir daha çoxdur deyəndə necə kütlə böyük olmalıdır? Molar kütlə. Molar kütləsi də ən böyük olan qaz A bəndi. Karbon neçə oksid? 4 oksidi, karbon dioksid, karbon qazı. Karbonun ayrı 12, oksigenin ayrı nisbi atom kütləsi. Ayrı nə deməkdir? Nisbi atom kütləsi 12'dir. Oksigenin nisbi atom kütləsi 16'yı 2'yə vuranda 32, o da bərabərdir 44. Cavab nə bənd oldu? A bəndi. Digər bəndləri onsuz da dəm qazıdır. Yəni duz əmələ gətirməyən oksid 12, burada da 16, 28 olmalıdır. Yenə izah üçün yazıram. Emiri kiçikdir. Sonra C bəndində hidrogen qazıdır. Bu B bəndidir. Ən yüngül qaz hansı qazdır? Hidrogen 2 qram bölünsün moldur. Ona görə bunun ayrı 1'dir. Sonra D bəndində orada metan qazı yazıb. Metan alkanların homoloji sırasının ilk nümayəndəsidir. 16. Bəli, qram bölünsün nə oldu? Mol. Və axırda da Y bəndində oksigen qazı yazıb. Oksigen 32. Bəli, 32, 1 molun kütləsi 32 qram bölünsün mol oldu. Bizə deyir 1 litrin kütləsi çox olan qaz, emiri böyük olan qazdır. Bəli, karbon 4 oksidi A bəndi. Keçirik 44-cü suala. 44-cü sualda qaz qarışığı verilib. Hidrogen qazı 2,24 litr hidrogen qazı və azot qazı 2,8 qram azot qazından ibarət olan qaz qarışığı hidrogenin mol faizini müəyyən edin. Qaz qarışığını yazırıq və burada hidrogenin mol faizini nə etməliyik? Müəyyən etməliyik. Mol payın faiz ilə müəyyən edin. Litri və qramı nəyə çevirmək lazımdır? Mola, sonra faizini müəyyən edirik. Qaz qarışığında 2 dənə qaz var. Biri 2,24 litr hidrogen normal şəraitdə və 2,8 qram azotdan ibarət olan qaz qarışığındakı hidrogen qazının, hansı qazın? Hidrogen qazının mol payını faiz ilə hesablayın.
Nü nə miqdarıdır? Maddə miqdarı. Litrlə olan düsturu V bölünsün. V molar. V-si nə qədərdir? 2 tam %24-ü bölürük 22,4-ə. O da bərabərdir 0,1 mol hidrogen qazıdır. Və digər qaz azot qazıdır. Azot qazın qramla verilib. Emi 2,8 qram verilib. Onu da nüyə çevirmək üçün nün maddə miqdarıdır. Kiçik M azot qazının kütləsini bölmək lazımdır. Azotun necə kütləsinə? Molar kütləsinə 2,8-i bölürük 28-ə. O da bərabərdir 0,1 mol. Deməli, qazın biri 0,1 mol biridir. Plus 0,1 mol da biridir. Bəli, onda hidrogen və azotdan ibarət olan qaz qarşı. Tənasüb qurmaya ehtiyac yoxdur. 50% biridir. 50% də biridir. Bizə deyir ki, hidrogenin faizini müəyyən elə. O da 50%. Cavab nə bənd oldu? B variantı. Növbəti suala keçirik. Növbəti sualda 45-dir. 45-də nə deyir orada? 3 qram hidrogen. 22 qram. Bəli, 3 qram hidrogen və karbon neçə oksiddir? 4 oksid. Karbon dioksid 22 qram. 3 qram hidrogen və 22 qram karbon 4 oksidindən ibarət qaz qarışığı normal şəraitdə tərkibini mol payı ilə ifadə edin. Yoxsa faizlə göstərir. Qramı da 2 dənə maddə, qaz qarışığında 2 dənə qaz var. Hər iki qazın faizini tapmalıyıq. Mol faizin. Nə faizin? Mol payın faiz ilə ifadə eləməliyik. Nü nə miqdarıdır? Maddə miqdarı. Nünün kütlə ilə olan düsturu var. Hidrogenin kütləsini bölürük hidrogenin molar kütləsinə. 3-ü bölürük. Molar kütlə hidrogen 2-dir. 1-i 2-yə vuranda 2. O da eləyir 1,5 mol hidrogen qazı. Bu birinci qaz. İkinci qaz karbon neçə oksiddir? 4 oksiddir. Karbon 4 oksidinin 12-dir. Burada da 16-dır. O da bərabərdir 44. Deməli, karbon 4 oksidinin kütləsini, daha doğrusu molar kütləsi yazmalıydım burada. 44 qram bölünsün moldur. Nüsünü tapmaq üçün nü bərabərdir. Bu nü deyilir uşaqlar. Bunu düzəliş verir. Bu tapdığım necə kütlə yazdım ora? Molar kütlə. Nü bərabərdir. Nü nə miqdarıdır? Maddə miqdarı kiçik M. Karbon 4 oksidini bölürük. Karbon 4 oksidinin necə kütləsinə? Molar kütləsinə. Orada 22 qramdır kütlə verilib. Kütləsi 22-dir və molar kütlə 1/2. O da bərabərdir 0,5 mol. Deməli, qaz qarışığının biri 1,5 moldur. Biri 1,5 mol. Nə qazıdır orada? Hidrogen qazı və karbon qazı. Normal şəraitdə karbon qazı 0,5 mol. İkisi bir arada qaz qarışığı 2 moldur. 2 mol qarışıqdır. Və bu qarışıqda birinin faizini tapandan sonra ikincisinə ehtiyac yoxdur. 1,5'i 2'ye bölüp. Bəli, 2 molun 1,5 molu hidrogendir orada. Hidrogenin mol faizini tapmaq üçün neçəyə vururlar? 100%-ə. Deməli, 2 ilə bu 100 getdi 50-yə. Bəli, 1,5-i də yerinə neçə yazırıq? 3/2 vurmaq 50, rahat olsun deyimlə. O da eləyir 25. 25-i də 3-ə vuranda 75%. Burada 75% hidrogen qazı var və 25% də karbon qazı. Hidrogen qazı 75% və karbon 4 oksidi qazdır, o da 25%. Y variantı. Neçənci sualdır bu? 45. 45-in cavabı nə bəndə oldu? Y variantı. Keçirik indi 46-cı suala. 46-da nə deyir orada? 46-da deməli metan, şaxta və ya bataqlıq qazı, alkanların homoloji sırasının ilk nümayəndəsi və oksigen 5,6 litr metan, oksigen də 11,2 litr oksigenden ibarət olan qaz qarışığı tərkibini, qaz qarışığının tərkibini kütlə payı ilə ifadə edin. Kütlə payı deyəndə kütləsinin faizi ilə ifadə edin. Kütləyə çevirib, sonra faizə çevirməliyik. Omega nə payıdır? Kütlə payı. Litri kütləyə çevirmək lazım. Bu həcmdir. Həcmi kütləyə çevirmək üçün tənasüb yazıram. Metan
5,6 litrimiz x qramdır. Qrama çeviririk. Metanın qramını axtaraq. Və litrin altından 1 molumuz 22,4 litrdir. Qarşısında heç nə yazılmıyorsa 1 molumuz 22,4 litr. Qramın altından, baxın qramın aşağı hissəsində molar kütlə metan neçə idi? 16 qram. 22,4 litr 1 moldur. 1 mola uyğun gələn kütlə, molar kütlə, o da 16 qram. 16 bildiyinizdə mldir. 12, burada da 4, 16. X bərabərdir. X bərabərdir. 5,6 vurmaq 16 bölünsün 22,4-ə. Bunlar 4'e getdi. Bəli, bunları bir dənə vergül sürətdən, bir də məxrəcdən 56-ın özünə bir dəfə, 224-ün özün 56-ya böləndə 4 dəfə, o da eləyir 4 qram metan. Birinci qazın kütləsini tapdıq. İkinci qaz bizdə oksigen qazıdır. Onun da kütləsini tapmaq üçün 11,2 litrimiz x qramdırsa, 1 molumuz 22,4 litr. Litrin altından molar həcm yazılır. Qramın altından molar kütlə 16 vurduq 2-yə, emeri verib də 32 qram. Yəni molar kütlə oksigen 16 vur 2-yə, 32 qram bölünsün nədir? Mol. Molar kütlə 1 molun qramlarla ifadəsi. Bununla da bu getdi. X da bərabərdir. 11,2 vurmaq 32 bölünsün 22,4-ə. Bununla bu getdi 2-yə. 32 də 2-yə böləndə o da bərabərdir 16 qram. Deməli 16 qram qazın biri neçə qramdır? 4 qram 4 qram. metan. Digəri isə 16 qram. Cəmləyəndə 20 qram. 20 qramın 4 qramı metandır. Qarışıq özü. Bəli, qarışıq. Qaz qarışığında nə var idi? Metan və bir də oksigen qazı. 20 qramın içərisində metanın həcm payını deyəndə metan neçə faizə vururlar? 100%-ə. Bununla da bu getdi 5-ə. 100 ilə də 5 getdi. O da bərabərdir 20%. Deməli, qazın biri 20%-sə, digəri də 80% olmalıdır. Ona görə ki, metan 20% tapdıqsa, digər qaz oksigendir. Qaz qarışığında 2 qazdan ibarətdir. İkisi bir arada 100%-dir. 100-dən 20 çıxanda 80%. Bəndi Y variantı. Bəli. Keçirik neçənci suala? 47-ci sual. 47-ci sualda 4 qram metan verilib. 4 qram metan və 17 qram metan, 4 qram RH4 tipli necə hidritdir? Uçucu hidrit. Qeyri metalın, karbon qeyri-metalda hidridi və amoniak qazı, kəskin iyili boğucu qaz 17 qram. İbarət qaz qarışığı normal şəraitdə mol payı ilə mol deyəndə molekul yazdım. Mol payı. Deməli, nə ilə? 4 qram metan və 17 qram amoniakdan ibarət olan qaz qarışığının normal şəraitdə tərkibini mol payı ilə müəyyən edin. Özü də faizlə. Mol payı nə ilə? Faiz ilə ifadə edin. Ondan ötürü nə yazıb? Emer, metanın emeri verilib 16 və amoniakın emeri yazılıb 17. O da bilirsiniz də necə hesablayıblar. 12 ayrıdır, bu da 1. 12 vurdum 1-ə 12, orada da 4, 16. Emerin vahidi yoxdur. Molar kütlənin vahidi isə qram bölünsün moldur. Ədədi qiymətsə onsuz da emer necə kütləyə bərabərdir? Molar kütləyə bərabərdir 14. Burada da 1, o da eləyir 17. İndi birinci qazın molunu tapmalıyıq ki, faizə çevrilək. Nü bərabərdir kiçik m metan bölünsün metanın necə kütləsinə? Molar kütləsi. Metanın kütləsini biz orada verib 4 qramdır. Molar kütləsi də 16. 1 bölmək 4. 0,25 mol metan oldu. Amoniakın kütləsi də bəli, amoniakın kütləsi də 17-dir. Molar kütləsi də neçədir? 17. Yəni kütləsi molar kütləsinə bərabərdirsə 17, bu da molar kütlədə 17, emeri də 17-dir. O da eləyir 1 mol. Bunu yazması da biz bilirdik ki, 17 qram hələ neçə moldur? 1 mol. Deməli, qaz qarışığının biri metandır, digəri isə amoniakdır və biri RH4 tipli uçucu hidritdir, biri RH3 tipli uçucu hidritdir. İkisi bir arada 0,25 mol biridir və 1 mol da biridir. Cəmləyəndə 1,25 mol elədir. 1,25 mol qaz qarışığında 0,25 molu metandır.
O metanı qarışıqdır bu. Qarışığın içərisində baxın sözünə yazıram. Qarışıq 1,25 moldur. İkisini bir arada cəmlədim. 0,25 mol metandır. 1,25-in nə qədəsi metandır? 0,25-i faiza çevirmək üçün 100'e vururum. Virgül 2-dən sürətdən, 2-də də Aşağıda 5, o da məxrəcdən. 20 idi. 25-in özünə bir dəfə, 5 dəfə, 100-ü də 5-ə böləndə 20%. O bir de 80%. Bəli, metan 20%-dirsə, mol faizi 20%-dirsə, mol payı. Mol payı faizi ilə 20%-dirsə, amoniak da mol payı faizi ilə 80%. 20, o da 80 C bəndi. Bəli, C bəndi. Keçirik 48-ci suala. 48-ci sualda deyir, tərkibində eyni mol miqdarda astilin. Astilin deyəndə C2H2 yazırıq. Etin və ya astilin. Alkinlərin ilk nümayəndəsidir. Bu etin və ya başqa adı nə deyirlər? Asetilin alkinlərə aiddir. Alkinlər hansı düstur uyğun gəlir? CH2 minus 2 en böyük bərabərdir. 2'den başlayır. 2-dən karbonu 2, 2 vurdum 2-yə. 4-dən də 2 çıxanda 2. Etin və ya astilin doyunmamış alfatik karbohidrogenlərə aiddir alkin. Eyni mol miqdarında metan. Metan alkanların homoloji sırasının ilk nümayəndəsidir. Və eyni mol miqdarında etilin alkinlərin birincisidir. Eten və digər adı nədir? Etilin. Etin beynəlxalq adıdır, etilen də tarixi adıdır. Eyni mol miqdarında götürülmüş 3 dənə qaz qarışığıdır. Qaz qarışığının kütləsi 210 qramdır. Qarışığın həcmi normal şəraitdə neçə litr olar? Yəni bu 3 dənə qazın molları eynidir. Eyni mol miqdarı. Bəli. Eyni mol miqdarında deyəndə, yəni bunun növ maddə miqdarı bərabərdir metanın maddə miqdarına, onun da maddə miqdarı etin və ya etilinin maddə miqdarına bərabərdir. Maddə miqdarında mən nə ilə işarə eləmişəm? A mol. Buradan da A mol. Mol nə miqdarıdır? Maddə miqdarı. Bu da A mol. Və bu 3 qaz qarışığının, 3 dənə qaz qarışığı 210 qramının normal şəraitdə qaz qarışığının həcmi neçə litrdir? Qarışığın həcmini soruşur, qarışıq. Deməli 26 bu molar kütləsidir. 1 molu 26-dırsa, A molu 26 A qram. Bunun 1 molu 16-dır. Emiri 12, burada da 4. Baxın 12-nin üstə 4 gələndə 16 1 moludur. A molu 16 A qram. 28. Bəli, 12 vurduq 2-yə 24 üstə gəlmə 4. O da eləcə 28 qram 1 moldur və A molu 28 A qram. Kütlənin aşağı hissəsində nə yazırıq? 26 A. Bəli, üstə gəlmə 16 A, üstə gəlmə 28 A. 26 A birinci qazdır, 16 A qram ikinci qazdır, 28 A qram da üçüncü qazdır. Cəmləyəndə 70 A qram qaz qarışığı. Baxın, vahidləri mütləq yazın ki, səhv salmayasınız uşaqlar. Bu vahidləri yazanda daha rahat yazmaq olur. A mol biridir, A mol biridir, A mol da biridir. 3 A molu litrə çevirmək üçün neçə litrə vurur? Ona görə ki, 1 molumuz 22,4 litrdirsə, 3 A molumuz 3,22,4. Kənar hədlərin hasili hasilinə bərabərdir. A'lar ixtisar gedəcəyimizsə 210 vurmaq 3A vurulsun 22,4 litrə, o da bölünsün 70 A'ya. A'lar getdi 210-dan 73 dəfə 3-3-ə vuranda 9 vurmaq 22,4 litr, o da bərabərdir 201,6 litr qaz qarışığı. Cavab C bəndi. 48-in cavabı C bəndi. Keçirik 49-cu suala. 49-da yenə də tərkibində eyni məsələdir. Bunlar oxşar məsələlərdir. Tərkibində eyni mol miqdarında metan, bəli, metan, CH4 alkanların neçənci nümayəndəsi? RH 4 tipli uçucu hidritdir. Karbon qeyri nədir? Metaldır. Oksigen qazı var. Oksigen və kükürt dioksid və kükürt 4 oksidi kəskin ilinə qazıdır. Kükürt qazı. Kükürt 4 oksidi 4 ilə 2 getdi. Burada bura 2 qaldı. Bura 1. Kükürt 4 oksid. Kükürt qeyri-metaldır. Dioksid və kəskin ilinə qazıdır. Kükürt qazı zəhərli qazdır, boğucudur. Eyni mol miqdarı deyəndə birinci qazın maddə miqdarı bərabərdir ikinci qaza, o da bərabərdir üçüncü qaza. Tərkibində eyni mol miqdarında metan, oksigen və kükürt 4 oksidi olan qaz qarışığının kütləsi, üçünün bir yerdə kütləsi 224 qramdır.
Qaz qaşığının həcmi neçə litr ola bilər? X X litr. litr. Qarışığın həcmini soruşur, qarışıq. Deməli, qramın altından kütlələrin yazırıq. Molları bərabərdirsə, birinci qazı A mol yazırıq. A mol maddə miqdarı, ikinci qazı da yenə A mol götürürük. Burada A molla işarə edirəm. 1 mola uyğun gələn kütlə, molar kütlə 16-dır. Bəs A mol isə 16 A qram. Bunun 1 molu 32-dir. 16-yı vurduq 2-yə. 32 qramdır. 16-yı bildiyinizdə hardan gəldi? 12, burada da 4. 16 qram 1 moludur. Bəs A molu 16 A-dır. Plus 32 vurdu. 32 A qram. Bu da 64'dür. Bunun malı 32, 16'yı da vurduq 2-yə. 64 A qram. Cəmləyəndə, bunların üçün cəmləyəndə, deməli 112. Bəli, 112 A. 224 qram qarışıq. Qarışıq neçə litrdir? X litr. Bəs bizim ümumi qarışığımız 112 A qramımız isə, baxın qramın altından qram yazırıq. 3 A molu, 3 A moldur. O da litrə çevirəndə neçəyə vururuq? 22.4 litr. Ona görə ki 1 molumuz 22.4 litrdirsə 3 A molumuz 3,22.4. Onsuz da A'lar gedir. Bununla da bu getdi 2-yə. 2-ni də vurduq 3-ə. X də bərabərdir. 2-ni 3-ə vuranda 6 vurmaq 22.4. 134. 134'dan onda 4 litr. Nə bənd oldu? D bəndi. Keçdik növbəti suala. Növbəti 50-ci sualdır. Deməli 49-un cavabı oldu D. 50-ci suala baxaq. 50-ci sualda deyir ki, normal şəraitdə bərabər həcmdə götürülmüş azot və karbon qazı. Azot qazının həcmi bərabərdir karbon qazının həcminə. 2 dənə qazdır. Həcmləri bərabər olan qazlardır. Deməli, normal şəraitdə bərabər həcmdə götürülmüş azot və karbon qazından ibarət qaz qarışığından heliuma görə sıxlığını tap. D necə sıxlıqdır? Nisbi sıxlıq heliuma görə bərabərdir sual işarəsi. D-nin düsturunu yazanda D heliuma görə nisbi sıxlıq bərabərdir. 2 dənə qaz var. 2 dənə qaz olduğuna görə M ortanı tapmalıyam. Orta molar kütləni heliumun ayrına bölürük. Orada air, heliumun ayrı özləri verib 4-dür. M ortanın, orta molar kütlənin 3 dənə düsturu var. M ortanın, biz hər dəfə deyirik, nöylə olan düsturu var, yəni molla olan düsturu var. M ortanın V, litrlə olan düsturu var. M ortanın fi, həcm payı ilə. Nə payı ilə? Həcm payı, kütlə payı yoxdur ya uşaqlar. Həcm payı ilə olan düstur var. M orta niyə bərabərdir? Biz M orta axtarırıq. 2 dənə qazdır. Birinci qazın molar kütləsi vurmaq V1 plus ikinci qazın molar kütləsi V2. Aşağıdan da V1 plus nə yazırıq? V2. 2 dənə qaz olanda biz orta molar kütlə hesablayırıq. Birinci qazın molar kütləsi nə qədərdir? M orta bərabərdir. Birinci qaz bizdə azot qazıdır. Azot qazının molar kütləsi 28 vurmaq V1 plus ikinci qazın molar kütləsi karbon qazıdır. 44 vurmaq V2. Aşağıdan da V1 plus V2. V-lər bərabərdir. O qazların V-ləri bərabərdir. V-ni çıxartdıq. 28 plus 44. Aşağıdan da V plus V 2V. V-lər getdi. 28 üstə gəlmə 44 neçə ilə 72 ilə 2-yə böləndə orta molar kütlə 36. 36 olandan sonra biz nə yazırıq? D, heliuma görə nisbi sıxlıq bərabərdir. Qazın M ortasını tapmışıq. 36'yı bölürük heliumun ayrı neçəyə? 4'ə. 36'da 4'ə böləndə 9. Cavab nə bənd oldu? Y bəndi. Bir də 51'i yaza. 51 eyni bu məsələdəndir. Eyni məsələdir. Normal şəraitdə bərabər həcmdə götürülmüş azot, azotun həcmi, V həcm deməkdir uşaqlar, bərabərdir oksigenin həcminə. Normal şəraitdə bərabər həcmdə götürülmüş azot və oksigendən ibarət olan qaz qarışığının D, hidrogenə görə nisbi sıxlıq bərabərdir sual işarəsi. D, hidrogenə görə nisbi sıxlıq niyə bərabərdir? 2 qaz olduğuna görə M ortanı hesablamalıyıq. Bölürük hidrogenin emirinə. Hidrogenin emiri neçədir? 2. Ayrına yox. Emir, hidrogen. Molekul, nisbi molekul kütləsinə, o da neçəyə bölürük? 2-yə. Baxın, buradan getiririk. Emiri 2-yə bölürük. Orta molar kütlənin V ilə olan düsturundan istifadə edirik.
M orta 2 qaz olanda artıq orta molar kütlə anlayışından istifadə edilir, bərabərdir. Birinci qazın molar kütləsi vurma V1 plus ikinci qazın molar kütləsi V2 V1 plus V2. aydındır. O da bərabərdir. Birinci qaz nədir bizdə? Azot qazı. Molar kütləsi 28-dir. Ona görə ki, birinci qaz azotun 14-ü vurduq 2-yə, 28 qram bölünsün nə oldu? Mol. Vururuq V-yə. V1 yox, V yazırıq. Ona görə ki, həcmlər bir-birinə bərabərdir. Onda ehtiyac yoxdur V1, V2 yazmaq. İkinci qaz 32, oksigendir. Oksigenin molar kütləsi bilirsiniz də. Oksigenin molar kütləsi 32 qram bölünsün nə oldu? Mol. Vurmaq V-yə, aşağıdan da V plus V. V-ləri mötərizənin xaricinə çıxardanda 60 bölmək 2V olur. V-lər getdi, 60-ı da 2-yə böləndə 30. Bu orta molar kütlə oldu. Bizə isə lazımdır hidrogenə görə nisbi sıxlıq. D hidrogen niyə bərabərdir? D hidrogen bərabərdir M orta, M orta bölünsün 2-yə. O da bərabərdir 30 bölmək 2, 15. Cavab nə bənd oldu? B variantı. Neçənci sual B variantı? 51-in cavabı B variantı.